Herkese salam. Ben Mehman, bugün kutu açılışı ile karşınızdayım. Yeni bir telefon aldım, ona bakacağız. Yeni telefona niye geçtim? Keyfime göre değil aslında. Hadi biraz Əsas səbəbləri öz telefonumda biraz zədələr vardı. Məsələn ekran çıxır. Mən də qırıqdır biraz. Onu təmir etdirmək 70 manata gəlir. Mən də deyirəm ki, onsuz da telefon zəifləyib. Ondansa təzəsini alsaq yaxşıdır və bunu aldıq. Honor X7D. Əvvəla asansörlü qutusundan çıxardaq. Bu arada mən buna baxdım, işlətdim də, hətta işlədirəm də, bəzi şeylər də yüklədim. Cimaylılar qaldı, onları da əlavə edəcəyəm. YouTube hesabımı filan bunlara keçəcəyəm. Hər neysə, bir dənə telefonun özü çıxır belə. Honor X7D. Bir də nömrə də alıb taxdım içinə. Ondan sonra bir dənə də kağız çıxır. Bir dənə də. Çıxarda bilsəm göstərəcəm də. Bu kağızın bir dənə, bu kağızın üstündə bir dənə iynəsi var. Sim kart yuvasını açan. Bir də kabrok var ama bir dənə. Bir də bu kabrok var. Bir kabrok. Amma mən ümumiyyətlə kabrok işlətmirəm. Niyəsi kabrok taxanda həm arxası çox tez tozlanır. Həm də ki də telefonu az da olsa istidir da. Ona görə bunu nömrənin özüdür. Nömrə alanda üstündəydi. Salafanlar. Bu da yanılmıyorsamsa gözlə. Bu telefonun üstünün kağızıydı deyəsən. Bir de üstünde yüzlük var. Sızığa karşı korumak için yüzlük vardı. Ama onu çıkarttım. Daha doğrusu çıkarttırdım. Yerine yüzlük, koruyucu yüzlük taktım. Bir de böyle bir şunu yok. Adapter çıkıyor. Üstünde jiletin kaplama. Yani jiletin var üstünde. Çıxarda bilərik sonra. 60 hızlıdır. 1.2A. Üstündə bir yığın yazı var. Bir də tam səhif oxuyarsamsa ya da səhif tələffüz edərsamsa anlayış göstərin. Nəticədə mən telefon məsələlərindən çox elə anlayan deyiləm. Qiymətinə gələcək olarsaq, deyəsən 400 neçə manat idi. 400 neçə manat idi. Bir endirimlə filan 390'a qədər endirməyi başardıq və bu şəkildə aldıq. Daha doğrusu mağazanın evə özündən. Bir də bu var tabi. Serinin nömrəsi. Bir də bu var. Serinin nömrəsi. Ondan sonra cima. Bu qədər ya. Daha nəyini göstərim? Daha nəyi göstərim yəni? Bir də bunlar var idi. Kullanım kılavuzu. Yəni necə işlətmək lazımdır onu göstərən yazı var. Bu var. Bu var ondan sonra. Belə bir şey. Bunun nə olduğunu mən açıqca anlayamadım. Maşallah mənim boyumda kağızlar var. Deməli çox güvənli bir telefondur. Aslında köhnə telefonum Honor X7B idi. Təzə çıxanda almışdım. Honor X7D'yi heç bilmirdim. Sadəcə işlətmək istədim. Daha doğrusu Samsungla Honor arasında qaldım. Mən də bunun biraz həm görünüşünü sevdim, həm də biraz Honor'a güvənirəm də. Daha əvvəldən işlətmişəm. Samsung da işlətmişəm, amma Samsungların köhnə modellərini işlətmişəm deyə özü də Samsung'un qiyməti istər-istəməz baha olur. O səbəbdəndir. Hər neysə, qısacası budur. Qısacası durum bu. Bitti. Daha nə biləyirəm? Daha nəyi göstərim? Bu qədər idi yəni.
kağızlar. Bir dəqiqə bunları çıxarayım, şunurunu çıxarayım, işlədərəm. Daha doğrusu adaptörünü də çıxarayım, işlədərəm. Qalanlarını qutuya yığışdırım artıq. Yeni telefonumuz xeyirli olsun bakalım. Bunu qoymayı yadımdan çıxartdım. Özü də, bir də bunun içindəki yaddaşı və kamerasını falan göstərmədim. Bir dəqiqə. Qısaca nə tər göstərəcəyimi də bilmirəm də. Qısaca belə bir sürətlə işləyir. Ondan sonra baxmıram deyə çox göstərəmirəm. Ondan sonra ekrandakı şəkil göstərməsi bu şəkildədir. Kamerada yaxşıdır. Bir dəqiqə. Sizə kamerası ilə çəkdiyim şəkilləri göstəreyim. Kameranın gücünü də görək. Bir də telefon 2 kameralıdır anladığım qədər. Bu da bir dəqiqə. Üstündə yazı yazan da elə bil ki, elə belə boş şeydir. Bu qabaq kamerasıdır. Dal kamerası da yaxşıdır yəni. İləriyəm. Dal saniyə ölçər. Göstərmək üçün edim. Çəkdi. Bu da qabaq kamerasının gücü. Göstərə bilirəmmi, çox bilmirəm də. Yəni keyfiyyətlidir. Bir də yapay zeka ilə şəkil düzəldir, işıqlandırır, nə bilim, boyuyur. Qısaca yaxşı bir hava gətirir şəkili. Videolar filan da böyük keyfiyyətlə çəkir. Yaddaşı 250 GB, RAM 8 idi. Pro, bilməm, Honor Pro'dur mu nə, elə bir şey işlədirdi. Bir də Honor X. AI Bluetooth. Bir də Honor X7B ilə eyni daşı da Honor X7B ilə eynidir. Amma bir çox şeylər ya bənzəyir, yaxud bununki daha üstündür. Bu daha üstündür köhnə telefonumla nəzərə alanda. Amma oxşayan yanları da var. Burada gördüyünüz kimi səs ucaltma və barmaq izi söndürüb yandırma düymələri var. Və burada da başqa bir düymə var. Bu da elə bil ki, bu işə yarayır. Nəysə, bu şəkildədir. Başqa nə? Bu qədər ya. Daha göstərəcək nəyim var bilmirəm. Amma Honor X7B-dən fərqlərindən birisi elə kasadır, kasa və ekran. Honor X7B-də həm ekran nəzikdir, həm də kasa nəzikdir, amma enlidir. Bunda biraz daha sıxışıqdır, amma qalındır gördüyünüz kimi. Eyni zamanda kameranın sıxıntısı bunda daha azdır. Honor X7B-də daha çoxdur. Çünki telefon nə qədər nəzilərsə, kameranın sıxıntısı o qədər böyüyür kənarda. Kamerayı içəriyə gömmək üçün gərək kasayı biraz canlandırasan. Yoxsa yəni haraya qoyacaqsan, nə bilim, daşını, ondan sonra NFC-sini filan. NFC demişkən, bunda da NFC xüsusiyyəti varmış Allahdan. Bir də bu, belə bir dəqiqə. Gördüyünüz kimi bunda da bir çox xüsusiyyət var. Özəlliklə də mənim işimə gələcək olan ekran qaydedici də var burada. Yəni özündən video çəkmə özəlliklidir. Bu qədər, özünüzə yaxşı baxın, videoyu artıq bitirim.